Özdə diqqət eləsəz, orada Peyğəmbərimiz Şabaniyyə xütbəsində Əyyuhənnas deyir, başlayır. Ayə orucu vacib edən ayə ya əyyuhəlləzinə amenu ilə başlayır. Amma elə ki Peyğəmbər Ramazanı təqdim eləyir, bu bərəkətin, rəhmətin, məğfirətin demir təkcə möminlərə. Deyir, ey insanlar, Allahın bərəkət və rəhmət və məğfirət ayı sizə üz gətirib. Yəni bu ayda o rəhmətindən Allahın hər kəs istifadə edə bilər. Hər kəs üçün bu qapı açıqdır. Hər kəs. Yəni Allah bağışlamaqda heç vaxt xəsislik etməz. Allah lütf eləməkdə heç vaxt xəsislik eləməz. Allah birini bağışlasa, məsələn, digərindən o rəhməti kəsib ona verməz. Hər kəsin, yəni Allahın lütfi, ehsanı sonsuzdur, kəraməti sonsuzdur. Ramazan ayı rəhmət ayıdır. Allahın lütfünün, xüsusi lütfünün insanlara inayət olduğu aydır. Allah hər bir vaxt lütfkardır, amma Ramazan ayında xüsusilə lütfkardır.